Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Cəhalət mühəndisliyinə qələbənin 246-cı bölümünü başlayıram. Buradan fikirlərim 450 kitab ən azından və əski qədimi kitablar, əl yazma kitablar, təxəssüsü kitablar tanımışam. Onları oxumağa çalışmışam. Bir neçə səhifəsini heç olmasa. Onları düşünməyə çalışmışam. Türk dili ilə tanış olmağa çalışmışam. Bəlkə içindən 10-12 dənəsini oxuya bilməmişəm. Xəttinin çox fərqli olduğu üçün oxuya bilməmişəm. Amma onlar da kitabdırlar. Onlar da biz türklər onları yazmışıq keçən nəsillərdə. Və o da bizim dil və yazı uyğarlıqlarımızdan meyvələrdir ki, biz onları gərək faydalanaq onlardan, yeyək, istifadə eləyək. Amma təəssüflə keçən 250 ildə bir iş görüblər ki, Türk dünyası və İslam dünyası təəssüflə düşmənlərin işğalı altında qalıbdır. Hello? Oh, okay. Perfect. Thank you so much. Thank you. Bye bye. Çox üzr istəyirəm. Bəzən lazım telefon gəlir. Hər halda bizim dədələrimiz bu kitabları yazıblar. Onların təcrübələridir, onların düşüncələridir, onların anlayışlarıdır. Onların dünyanı gördüyü yol yöntəmdir. Dünən dediyim kimi, hər dil bir görüş açısıdır. Və dünyaya o pəncərədən baxılır. Siz çalışa bilərsiniz ki, dilinizi dəyişəsiz, bir ayrı pəncərəyə keçəsiz. Amma o pəncərəyə gedəndə buradakı pəncərədəki yekəlmisiniz, bunu da öz-özündən aparırsınız. İntizarınız orada odur. Yəni o taza pəncərəyə keçirsiniz, bu pəncərədən baxırsınız. İntizarınız da var, dünyanı belə görəsiniz. Onun üçün siz o dünyada, o dildə dünyanı görüb dünyanı anlaya bilməzsiniz. Bu mənə belə gəlir. Yəni belə düşüncədir. Dil belə bir şeydir. Onun üçün dillər dünyada, dillərə dayanaraq dünyada cürbəcür dinlər var. Cürbəcür düşüncələr var. Cürbəcür yaşamlar var. Cürbəcür əxlaq anlayışı var. Cürbəcür fəlsəfə anlayışı var. Cürbəcür siyasət anlayışı var. Cürbəcür iqtisad anlayışı var. Bunları o dil verir bu insanlara. Gedək görək ki, bu anlayışlardan bu günləri hangi kitab bizim urcağımıza çıxacaqdır ki, biz ondan eləyə bilək, biraz görək. Tamam, dünənləri Həlimgiray Külliyatı adı deyə bir kitaba baxdıq və bu kitab çox gözəlcə türkcədir. Bir parçası qoşma ya şeiridir, bir parçası düz yazı ya nəsridir. Bir parçası şeir, irfan, əxlaq, eşqdir, bir parçası tarixdir. Bir parçasını bir tarixdə yazıbdır, bir parçasını bir tarixdə. Yəni, bu adam ki, yaşayıbdır, adı şeir adı Həlimdir, amma əsl adı Şəhbaz Girayxanzadədir. Qırım əslində, ola Giray olubdur. Girayxanzadədir. Bu Giray Xanzadə, yəni xan oğludur da, yəni xan oğludur. Bu şeir kitabın əvvəl tarix kitabını yazıbdır. Tarixi 1226-cı ildə yazıbdır. Bir 17 il sonra da 1243-də
şeir kitabını yazıbdır. Bəllidir, bu kitabı ki biz dünən oxuduq, Külliyyat deyə. Bu onun qələmi deyil. Bunu bir ayrı adam onun yazılarını tapıbdır. İndi bir ayrı nüsxəsini tapılıbdır. O iki nüsxəni yazıbdır, əlavə edib bu kitaba. Bir yerdə toplayıbdır. Bu o dünənki şeyə. Bugünkü kitabda görək Həqaiq-u Dəqaiq deyə bir kitabla qarşılaşırıq. İnci xanımı bağlayaq, Həlim Girayı da bağlayaq. Bu görək bunu aça bilsək. Tamam. Gedək bugünkü kitaba. Üstündə kitabın PDF-in üstündə dostlar iki bu kitabı indiriblər, yazıblar. Mən bunları bilirsiniz Azərbaş kitabxanasından indirmişəm. Dostlardan da xahiş edirəm ki, bunu hangi dildə yazasınız? Farsça yazasınız, Türkçə yazasınız, Ərəbcə yazasınız, Latincə yazasınız. Yazsaz Azərbaş kitabxanası Telegramda o kanal gələr və o kanaldan kitabları indirə bilərsiniz. Oxuya bilərsiniz. Çox gözəl kitablar var orada. Neçə min kitab var orada. 5000-dən o yüz ora kitab yükləyiblər. Mən də hər gün baxıram, elə hər gün görürsünüz ki, taza kitablar ora yükləyiblər. Baxa bilərsiniz. Amma əvvəl elə hər günkü kimi bu kitabın bir zahirinə, üst başına baxaq görək ki, bu kitab nədirdir. Bunun üçün bunu qısaltmalıyam. Görürsünüz kitabın cildi kamilən çürüyübdür. Cildi kitabın çift kimi düzəltmişmişlər, çanta kimi düzəltmişmişlər. Ağzı gəlir üstündən, kitabın üstünə. Amma elə baxırıq görürük ki, hər tərəfdən dağılıb. Qıraqda gönümüş, gön aradan gedibdir. Üstünün kağazı çıxıbdır. Kağazın da yenə baxırıq gön ki, dövrələrdə qalır. Onlar da yenə aradan gediblər. Hətta bir yerin görürük ortadan Şirazə tərəfindən qopmuşmuş, onu kağazla yapışmışmışlar. O da yenə aradan gedibdir. İkinci əksə baxırıq, kitabın ağzını açıblar. Kitab daha gözəl görsənir. Üçüncü əksidə görürük ki, bir şeylər yazıblar burada, bir-birinin altında. Altına da bir ehtimal verirəm bunlar. O fehrist, o şey ki fehrist deyilir. O olacaqdır. Onun səhifələri olacaqdır. O birisi səhifəyə gedək, görürük elə həman davam edir. Kitabın 221 səhifəsi var. 221. Zahirən də hər səhifəsində, elə PDF-in də hər səhifəsində bir səhifəsini qoyublar. Bu da bunu göstərir. Bu kitab ehtimali 199 Avropada, Amerikada bir yerdə saxlanır. Amma bunu yekətsək aşağıda görərik. Aşağıda bir yazısı var. Orada görünər ingiliscə hər səhifəyə qoyublar. Harvard University, Hampton Library, Kemal Paşazadə olacaq ehtimalən. Yəni bu, indi buna yazsaq biz Harvard University. Tamam. Onun kitabxanasındadır, hələ onu heç. Kemal Paşazadə adlı adam yazıbdır. Ehtimalən 1468 qəmər miladi ya 1534 belə yazıblar. Bir də burada 9 da yazıbdır. 9 nə deməkdir? Aha, 1468 ya 69 miladi ya da ki o da ayrıdır. Bu da 1533-də Dəqaikul Həqaiq kitabın adıdır. Ehtimalən bu tarixdə də bu şey olubdur. 1534-də də bir nüsxə olubdur.
Dəqaiqul Həqaiq manuskript əl yazısıdır. Undated MS Türk 4. Hər nədir? Bu da burada belə bir şey. Burada da bunu bildik ki, bu kitab Harvard danışgahında saxlanır. Harvard danışgahında saxlanır Amerikada. Kamal Paşazadə adında bir adam bunu yazıbdı, ehtimali çoxdur. 1468 ya 69'da bu kitab yazılıbdı. İhtimalən 1560 neçədə də 1554'də də ehtimalən bu şey olubdu. Bir ayrı nüsxə bundan yazılıb ki, bu nüsxə ehtimalən o olsun. Kitabın gedirik indi səhifələrinə baxaq. Hər halda görürük çoxlu bunun üstünə su tökülüb, ya yağış keçib, ya yağ tökülübdür, bilmirəm. Kitab Bismillah ilə başlayır, üstündə bir möhr vardı, baxarıq sonra görürük ki, nədir? Bir gözəl xətt ilə yazılır, dövrəsində çarçı və zat çəkməyibdir. Bəzi yerdə qırmızı bir yazı görürük ki, o, məsələn, miyan titrində desək, orta titr ya başlıq desək da, başlıq hesab olur. Öncəki paragraf qutardı, bənd. O öncəki bəndin sözü qutarıbdı, sonki bəndi də başlamayıbdı. Onun ad qoyur o sonki bəndə. Sonra virgülləri də görürük ki, qırmızı qoyubdu. Bu kitabın qırağında görürük ki, yazmaq üçün yer qoyubdu, üç tərəfli. Orada da bəzən indi bu səhifədə və görürük ki, yazı yazıblar, qıraq yazı, haşiyə yazı dedikləri qıraq yazı yazılıbdır. Xətti çox gözəldir. Bununla belə ki, dövrəsinə çərçivə çəkməyiblər, amma gözəl bir xətt, yəni tamamən bir-birinin altında yazıbdır. İllaçıların o kəşidəsi ki vardı, qolu ki vardı, o qolları eşikdədir xəttdən. Onu görürük. Əlbəttə, qıraq sözlər bəzən, məsələn, elə bir şey, güftücüyi, məsələn, belə bir farsı da yazmış olur. Güftü şunu. Bunları geçək, beləsi biraz görürük ki, yazılar çoxalır. Qıraqda yazı, bu kitab yəni çox oxunubdur, bəllidir. Əcəba bunun bu qonusu nədir ki, bu belə çox oxunub, bu kitab cırilibdir. O da önəmli bir məsələdir. Xətlər, sətirlər bir-birlərinə yaxındılar, kəlmələr bir-birlərinə yaxındılar, amma ayrıdır. Və dediyim kimi, qırmızı şeydən çox faydalanıbdır, qırmızı rəngidən yazılmaqdan. Kitabın dövrələri çox da xəsarət görmüş olmağına baxmayaraq, ortası, buradan ki baxmışıq, çox gözəl qalıbdır. Tamam səfələrdə üst-üstə bir şey heç olmasa yazılıbdır. Yəni, əlbəttə, məsələn, bu səhifədə yazılmayıb. Burada bir neçə səhifədə yazılmamışdı. İndi yeni başladı yazılmağa. Bir ləhzə şək elədim, bəlkə kitab türkcə deyil, farscadır. Gördüm ki, yox, türkcədir. Amma orada şeiri var ki, farsca olsun. Ya bəzi kəlmələr işlədib ki, fars dilində də işlənir. Mənim özümün düşüncəm budur ki, fars dili müstəqil bir dil deyil, türklərin yaratdığı dildir. Türklər neçə dil yaradıblar dünyanı idarə eləmək üçün? Bir də fars dilidir. Necə ki, yəhudilər neçə dil yaradıblar, o cümlədən yəhudi dili kimi bu günləri şeydə danışırlar, İsrail deyilən yerdə. O dil yəhudilər düzəltdiyi dildir. O dil yoxdur tarixdə. Öyle bir dil yoxdur. Necə ki, yəhudilər İspanto dili də düzəltdilər ki, onu da dünyada hamı oxusun. Bir zaman hətta yadıma da şah zamanı, mən də uşaq idim, İspanto çox İranda ruznamələr, məcəllələr, təbliğat edirdilər. Hətta dərsləri var idi. Məsələn, hər gün siz ya hər həftə gedib məsələn məcəlləyə filanı alanda görürsünüz onun içində bir 2 səhifə ya 1 səhifə İspanto dərsi qoyuldu. Və çox təbliğ edirlər ki, bunu məsələn savadlı adam
məsələn 2-3 günə öyrənər tamamilə, yəni dili. Və savadsız adam məsələn bir həftəyə, 2 həftəyə öyrənər. Beləsi bir tövzihlər verirdilər, amma olmadı. Yəni dünya o dili danışmadı. Onun üçün bizim də dədələrimizdə bu ağıl var idi ki, bəzi yerlərdə gediblər, görüblər bunların dilləri, çox dilləri var. Məsələn Hindistanda dil çox-çoxdur. Oranı idarə eləmək, hansı dillə idarə eləyəsiniz, çətindir. Gəliblər orada dil düzəldiblər. Özdə 2 bölümdə məsələn düzəldiblər. Bir farsı düzəldiblər, bir ordu dili düzəldiblər. Çox bağışlarsınız, soyuq dəymə hələ davam edir, amma düzünü axtarsanız kitab, yuxuda da kitabları görürdüm. Onun üçün davam gətirə bilmədim. Yəni o qədər bu gecə kitab yuxuda görmüşəm ki, onun üçün davam gətirə bilmədim. Qalım yerimdə istirahət eləyim. Bilmirəm, bəlkə də təbim zadım olduğunu çox kitab yuxuda görmüşəm, amma hər halda olan bu idi. Kitabın sonlarına gəldik, yetişdik. Bir yerdə nəzərimə gəldi, xətt biraz dəyişdi, amma sonra qeydli yerinə gedə 2 səhifə nəzərimə gəldi, biraz azcacan dəyişdi, amma sonra gəldi yerinə. Kitabın sonu. Gəldik kitabın sonuna yetişdik. Burada ehtimalən bir tarixçə də ola bilər. Təmmət və Unil Məlikil. Eyda, çox üzr istəyirəm. Gərək belə olmayaydı, oldu. Çox üzr istəyirəm. Buranı bir gəldim, görüm ki, bu səhifə nə deməkdir. Farsidən əvvəl biraz gedək daldan oxuyaq, görək ki, burada nə gəlir. Rubai deyə bir şey yazıbdır, yəni orta yazıdır, rubai. Meynuş ki umr cavidani این است خود حاصلت از روز جوانی این است هنگام گل و باده و یاران سرمست خوش باش demi ki zindگانی این است. Zindiganidəki kaf, zindicanlıq kəlməsində olan kaf, zindica, o c, kaf və ya. O ya ki vardı zindicani, o həman zindicidəki kaf və ya yadır. Tövzih verir ki, dediyim kimi farsını örgədir. Burada pəs nə oldu? Zindicanidəki kaf və ya həman zindicidəki kaf və yadır. Əlif və nun o ziyadə olmuşdur. Mübaliğə üçün nisbətdə bu qaidə lisan-ı ərəbi qaidələrindəndir. Görürsünüz? Lisan-ı ərəbi qaidələrindəndir. Lisan-ı farsidən ol etibar şayidir. Nətəkim əvail-i risalədə təqrir olunmuşdur. Dürləki dəri. Dirləni, ya indi bu dirləki nə deməkdir? Dəri ki, dəri ləkə. Dərləki. Dərləki ehtimalə bir dildir, bilmirəm. Ləhcədir. Dərləki. Dəri ləkə mütəfərriq olub. O ki ixtisasi nam olduğundan ötürü ol mübaliğə bunda etibar otoy yelərsə
Fotoğraflara və ol iki mənadan təbirdə fərqi də hasil oldu. Ol fərq bu beytidən zahirdir. Beyt. گر به جان زندگیت حیوان را زندگانی تو می دهی can را Təmmətil kitab və onun. Mən bundan ötürü oxuduğum görək ki, bir tarix yazır, amma burada bir tarix yazmayıbdır. Gedək kitabın əvvəlinə görək bu kitabın konusu nədir? Bu səfərlərdən keçək ki, fehrist olacaqdır. Sahibi kitab. Burada tarixlər yazıbdır. Bunlara biraz diqqətlə baxaq, sonra gedək. Çünki bunların içində bəzən bir gözəl tarixlər ola bilir ki, tamam. Qəd vəsələ ilə bis-sirri o təriqə. Nə mənədir? Bu bəlli olmadı nədir? Sahibəti inkitab sahibəti inkitab Hüseyn Tabi Raqim Əfəndi. Kitab 1159'da bu kitap ki əldə var, bu nüsxə. Bu nüsxə, indi bilmirik əsli yazıdır yoxsa bu nüsxədir. Amma deyək ki, bu kitab, bu cild bir adamın əlinə keçibdir 1159'da sahibəti inkitab ra Həsaiq Tabi Raqim Hüseyn Tabi Calibdir Tabi Raqim Əfəndi. Raqim Əfəndi yəni yazandır ehtimalən bunu. Raqim yəni yazan ehtimalən o anlama gəlsin. Hər halda burada bir tarix ələ keçdi də, yəni bunu bildik ki, belə bir tarix var. Bu möhrü ki burada var da Harvard'ın qırmızı möhrüdür. 1914-cü ilin septembr ayının 21'ində bu kitab gedibdi Amerikada kitabxanaya. Və orada bunu Cambridge burada bəli beləsi bunun möhrü o cür vurublar. Türk 4-cü bölümdədir. Bismillahirrahmanirrahim. Görək ki bu kitab nə deyir? Beləsi oxumağın dərdi dəyməz ki. سپاس بیقیاس الخدای بی همتایچی گلزار بدیع الآثار بیاننده اظهار رنگین معانی اظهار eylədi. Şaxsar vücud pursud و insani üzerine hüneri erdistan خوش علینی şirin اردستان خوش علینی şirin گفتار eylədi. دریای بیکران میانندن استیفای مفایده استیفای مفایدت ده ظروفی حروفی vafi qıldı. Deyir ki, yəni mənanı biz bir adam ki danışır, o mənanı ki istir danışa, o anlayışı ki istir yetirə, onu bir ayrı adama yetirmək üçün hərfləri, səsləri, əlbəttə hərflər ki yox, bu hərfi də yazmağa keçər. Amma biz danışanda səslə danışırıq. Səsi standart eləmək üçün ki, hamı şey edə bilsin, qərar qoymuşuq ki, Əl-Ərəbi ya Türkü Ərəbi əlifba ilə məsələn yazaq. Huruf zurfi ilə qab-qaşıq, zuruf qab-qaşıqdır da, yəni mənada zurufi, hurfi, vafi qıldı. Kafi, vafi həmin kafi sözüdür. Bir nöqtədə 100,000 nüşti lətif mündərəc oldu. Bu
Hər nöqtə ki deyir yazırsınız, o nöqtənin özünün bəzən 100,000 müşti lətif mündərəc oldu. Və bir müddədə məddidə, üzrsən, bir məddidə, mədd o İranda ay bakülah deyirlər ha, o əlamət ki belə gəlir kəlmənin üstündə qoyulur, ona mədd deyirlər. Mədd yəni çəkmək, uzatmaq. Bir şeyi uzatmaq. Bu uzaq oldu. Qıssadır. Və bir məddə bihəd və şumar dəqiqeyi ənigə mütəlamih oldu. Mən bunları bəzisini özümdən oxuram. Düzündə əsas oxunmur. Yəni məsələn mütəlamih mən deyirəm, amma yəni o məniyə görə deyirəm, yoxsa bəlkə bu ayrı bir şey görsənər. Məsələn mütədəlqəhməh, amma mütəlamih mən oxudum. Oldu. Və vurud و درود بی حد و ورود و درود بی حد بی حدی عدی ناسیب لوای کرامت استوایی Mustafa sözündən gəlir. استوایی مقام محمودun دارالسلام روزسینə sübh şam vasıl olsun ki şمشیر bir an şمشیر بران زبان بلاغت nişan ilə gözəl cümlə ki şمشیر بران زبان بلاغت nişan ilə aləm fəsahətdə Cahangir və zaman bəyanında sahibi Qur'an olmuşdur. Salat بیکران salat بیکران ol vali عالیشان حوالی بلاغته متوالی حوالی بلاغته متوالی احتمالاً coğrafyadan danışacaq bu. Əla təaqib el-əyyam əlbəttə dildən çox danışacaq. Çünki burada hey zəban sözün, dil sözün, huruf sözün, səs sözün işlədir. Bunun konusu buradan bəlli olur ki şey olacaqdır. Dil məsələsi olacaqdır. زبان بلاغت نشانه لعالم فصاحت Cahangir ve zaman beyanında sahip Kur'an olmuştur. Salat بیکران ol vali alişan havali بلاغته mütevali ala təaqibul əyyam. Təaqibul əyyam günlər bir-birinin adı arxasıcan, yəni kəsilmədən. Və ləyali əyyam və ləyali əyyam yomun, ərəbcə yomun cəmidir. Ləyali də leylinin cəmidir. Leyli cəmidir. Leyla da yəni qərə. لیالی متواصل olsun ki تیغ زبان معجز نشانی قاطعی فصحایی تیغ زبان معجز نشانی قاطعی یعنی قطع eləyən, kəsən قاطعی فصحایی دوران و بلغای zaman olmuştur. Beyt Muhammed kim غرض oldur cahandan Muhammed kim غرض oldur cahandan vücud cevher و aləm ərəzdür. Əsl deyir Həzrəti Muhammeddir. Bu iki yer göy vardı. Bunların hamısı Həzrəti Muhammedə görədir. Bu mövcudatdan məqsud bari Allah'ın. Bu mövcudatdan məqsud bari Allah odur bizzat Hazreti Muhammed'dir. Odur bizzat baqi bil gərəzdür. Baqi bil gərəzdür. Hamısı Hazreti Muhammed üçündür. Şeiri bir də oxusaq.
Məhəmməd çün qərəz oldur cəhandan, vücud-i cövhər u aləm ərəzdür. Bu mövcudatdan məqsud bari odur bizzat baqi bil ərəzdür. Çün bari, çün yari, bari biçün ilə zaban verdi ki, deyib eybidən çün bari bazı biçün nə demək olar? Bari. Çün yari, yarı. Çün yarı bari biçün ilə zaban verdi ki, reybü eybidən bəridir. Cənan əhlinin ixtiyar etdikləri səhih və fəsih lisanlərin biridir. Bu Risale-i Rəngin, indi kitabın özünə görə gəlir. Bu Risale-i Rəngin kəlalə və şirin məqaləyi tərtib qıldım. Əşcari əşaridə olan əzhar ra, əşcar ağaçların cəmidir, ərəbcədir. Əşar şeirlər, o da şeirin cəmidir. Olan əzhar, əzhar güldür, zəhr sözündən, zəhər, zöhrə sözündən gül. Əzhar cəmidir. Əşar şeirlər, şeir ağaclarında olan güllərdən. Əsrari izharilər o lisani roşən bəyanın, gülşən-i pursəfasının təmaşasına ənbay zamani, əbnay zamani. Əbna cəmi uşaqlardır. Əbnay, ərəbcədir, yəni cəmdir. Əbnay zamani tərğib qıldım və mütəşabih lüğətlər, yəni bənzər, bir-birinə bənzəyən lüğətləri həqiqətlərinə mütəəlliq dəqiqələri müştəmil olduğundan ötürü adın dəqaiqül həqaiq o ördüm. Ördüm yəni qoydum. Örmaq. Elə bir ki, məsələn, saxtıman tikir. Kitabın adı Həqaiqul Dəqaiq. Dəqaiqul Həqaiq. Mən iştibah yazdım. Dəqaiqul Həqaiq. Dəqaiqul Həqaiq. Məclisi səfa əfzayı asəfrayı səfərayı Həzrəti İbrahim Paşaya. İbrahim Paşa, biz orada əvvəldə də bunu bir adını gətirdik. Kəmal Paşa yazıblar, amma burada yazıb ki, İbrahim Paşa. Məclisi səfa əfzayı asəfrayı səfərayı Həzrəti İbrahim Paşaya ki, sahibi divan-ı Süleyman zamanıdır, töhfə etməklə layiq gördüm. Aha, bu kitabı yazır, ona töhfə eləyə. İbrahim Paşaya. Ki, onun özündə divanı var. Layiq gördüm. Beyt. Payı mələxi pişi Süleyman burdan, ey bəs və lekin hünər əst əz muri. Deyir ki, Süleymanın hər şeyi vardı, ona bir çəritkənin bir qıçın aparmaq, bir bacağın aparmaq eybidir. Amma hünərdir o zaman ki, bir qarışqa aparar. Özün qarışqaya bənzədir ki, o paşa çox böyük bir alim və hər şeyi var. Bu da bu kitabı istir ona töhfə eləsin. Burada bir farsca şeir gətirdi. Suxənin göftar. Suxən göftar burada da gətiribdi, qıraqda ona bir şey yazıb. Suxən. Bir səxun var, bir də suxən var, yazıb qıraqda. Söz kəlam mənasına. O suxən göftar, onu yazıb ki, səxun və suxən. Söz kəlam mənasına, söz hənuz tələffüz olunmədən suxən itlaq olur. Söz hələ ağızdan çıxmayıbdır, o söz ki, deyir, yəni
içindədir, ona suxan deyirlər. Cüfteyi suxanın. Cüfteyi suxan nə mənadır? Mənası sözün söylənmişi deməkdir. O zaman ki söz də ağızdan çıxdı, ona da cüfteyi suxan deyirlər. Cüfteyi suxan. Türkünü, farsını örgədir. Yəni farsını deməsələr də burada, amma görünür ki, farsını biz düzəltmişik. Ona qanun qaydələr qoymuşuq. Hələ feylən indi bunu farslılar bilmirlər. Yəni mən ki məsələn 60 il ömrümü fars dilində çürütmüşəm, hədərə vermişəm, vaqəən bunu bilmirdim. Vəli indi görürəm ki, o tamam da dilin, o adam ki dili qurur, o bilir ki bunun çərçivəsi nə tür işləyəcəkdir. Bunun içi nə tür işləyəcəkdir. Hətta belə deyim ki, bu günlərin İranda tarix, İran adlanan varlıqda, siyasi varlıqda tarix 1404'ü göstərir. Və bu dilin, yəni fars dilinin hala qanun qaydası təkmil deyil farslarda. Danışırlar, yazırlar, bir belə kitab yazılır, bir dənə ruznamə, məcəllə filan, radio, televizyon. Gündə hər gün neçə milyon kəlmə yazı yazılır İranda. İnternetdəkilərini də hesaba qoysaq ki da, gündə neçə milyard yazı yazılır. Kəlmə, neçə milyard söz, kəlmə yazılır. Amma baxırsınız, görürsünüz ki, fars dilinin qanun qaydası hələ təkmil deyil. Niyə? Çünki bu yazılma bir taza düzəlmə bir dildir, məsnui dildir ki, neçə dildən qatıb bir dil düzəldiblər. O cümlədən bu sahibi da türklər idi. Amma türklər indi qırağa çəkildiyi üçün bu dildən, bu dil sahibsiz qalıbdır. Çünki bu dilin qanun qaydasını türklər qoymuşdular. Mən yadıma gəlir, hətta şah zamanı indidən bəzi çox yaxşı idi. Gene onda məsələn deyirdilər ki, istəyirsiniz farsını düz örgəşəsiniz, türkdən örgəşin. Bunu mən radyo, televizyonda da eşitmişdim şah zamanı. Məcəllələrdə də yazırdılar ki, istəyirsiniz dili düz örgəşəsiniz, gedin türkdən örgəşin. Çünki türk yaradıb bu dili. Tamam, bunu da örgəşək. Suxan güftar. Harfi sinün fətəsilə. Harfi sinün fətəsilə. Yəni suxan. Onu sən desək, səxən desək. Dedik ki, səxundur da biri. Harfi sinün fətəsilə və harfi xaun suxan, xın zəmməsilə müstəmildir. Yəni səxun gərək deyək əslisi. Harfi sinün fətəsilə, harfi xanun zəmməsilə müstəməldir. Nətəkim bu beytidə deyibdir. Beytidə nə deyibdir? Fatihi fikrəti xətmi səxun həmd xudayist bərü xətm kun. O səxun o kun gəldiği üçün deyir ki, beləsində bu şeirdə də o cürsə işlədibdir. Doğrusu budur. Fatihi fikrətü xətmi səxun həmd xudayist bərü xətm kun. Harfi B'nin zəmməsilə burada harfi yiyin. Harfi sinün. Harfi sinün zəmməsilə, əgər zəmmi ilə suxan desək, harfi sinün zəmməsi və harfi xaun fətəsi ilə istimal olunur. Nətəkim bu beytidə vaqe olur. Əsli odur ki, səxun deyəsən. Amma deyir ki, suxan deməkdə raisdir. Necə ki, bu beytidə. Bəsa cayha گفته‌اند این سخن بسا جایها گفته‌اند این سخن بکن نیکویی و به دریا فکن
Bekon نیکویی o به دریا فکن. Bunu da zahiren bilmirəm. Hər kəs deyibdi, şey oğurlayıb bunu. Sa'di. بسا جایها گفته اند این سخن بکن نیکویی و به دریا فکن. Mənası sözdür ki, lisan ərəbidə ana kəlam derlər. Lafzi ya və nefsiliği el-fuad və amma cəalə lisanə aləl-fuad dəlilən. Bu da bir hədisdir, hər nədir? Bunu da gətirdi, ərəb bir sözüdür. Ana kəlam derlər. Lafziya ya lafziyə və lafzi nefsiliği el-fuad və amma cəalə lisanə aləl-fuad dəlilən. Suxən dəxi və söz dəxi öyle şamildir. Her birisine itlaq olunur. Suxən və söz dəxi öyle şamildir. Her birisine itlaq olunur. Kəlam məlfuzə, suxən dedikləri, məlfuz yəni ağızdan çıxdı. Kəlam-ı məlfuzə, suxən dedikləri bu beytidə zahirdir. Beyt. سخن آخر به دهن می گذرد مو زیرا احتمالا سخن olacaqdı ya da səxun bilmirəm indi bu. سخن آخر به دهن می گذرد مو زیرا سخنش تلخ نخواهی دهنش شیرین. Tamam, mən bilmədim ki, nə qəziyyət. Qəziyyə nədir, onu anlamadım. Suxəni axar be dəhən mi gözərət. Sonunda söz ağızdan çıxır. Zira suxənəş təlx nəxahi dəhənəş şirin kün. Əgər istəmirsən ki, acı danışa, onun ağzını şirin elə. Yəni ağzından çıxan söz yaxşı söz. Kəlami nəfsinin mənbəi fuad olduğuna görə kəlam nəfsinin, kəlamın özünün, kəlam da ağızdan çıxan sözlər. Nəfsinin mənbəi fuad, fuad ehtimal verirəm faidə sözündən düzəlir. Bilmirəm mənası nədir. Görün bu fuadı mənə bu şey yazar ya yox. Bunu mən bir görüm ki Fuad mənə nə yazır bunu, Fuad nə deməkdir? Yox, deyir ki, istəyirsən bunu tarixdən deyəsən, məniyə Fuad. Fuad dil, qəlb, can, درون انسان، مرکز احساس و ادراک. در زبان عربی و فارسی کهن فؤاد بیشتر به دل آگاه و احساسمند گفته می شود. یعنی دلی که می فهمد، می سوزد و ادراک دارد. تفاوت قلبیدن بیشتر به معنای قلب به صورت کلی، گاه جسمانی گاه معنوی. فؤاد دل درونی، احساس و شعور. Tamam. Pes bunu da öğrendik. Kelam nefsinin mənbəi fuad olduğuna görə lisan-ı türkidə ona gönül derlər, gönül derlər. Bu beytlərdə işarət vardır. Beyt. Cövhəri kan kün fəkanə sözüdür. Cövhəri kanə kun fəkanə sözüdür. Ərəbcə sözdür. Kanə oldu. Deyir ki, bunun cövhəri kökü kun fəkanədir. Quranda bu iki kəlmə gəlibdir ki, kun fəkanə sözüdür. Bu kəlami eşit qılən sözüdür. Qılən qılmaq, əməl eləmək.
Bu kəlamı eşit qılan sözüdür, iş görən adamın sözüdür. Bəhri qudrətdür Adəmi onda. Əlbəttə şeiri mən qatışdırdım. Cövhəri kânə kün fəkânə sözüdür. Bu kəlamı eşit qılan sözüdür. Bəhri qudrətdür Adəmi onda. Sədəf olmuşdur, gönül sözüdür. Çox gözəl söz. Biz indi universitetlərdə dil teorisi haqqında çox oxuruq. Və bu günləri Amerikada bir qoca bir profesor var, filsuf var, dil filsufudur əslində. İndi adı yadımda deyil. O bu haqda çox işləyir. Yəni indi feilən onun teorisi mətrəhdir. Amma biz türklər və ərəblər 1000 il bundan qabaq Qur'anı anlamaq üçün dil teorisini ortaya qoymuşuq. Dilin teorisi üstündə yüzlər teoriya çəkmişik. Amma bu günləri birini bilmirik. Və bu gün danışıqlarda bir dana bizim dil teorilərimizdən oxunmur. Və bu kitab dil teorisi haqqında danışır. Dil, məsələ indi son teori ki mən oxumuşdum. Ötürək. Gövhəri kânə kün fəkânə sözüdür. Bu kəlamı eşit qılən sözüdür. Bəhri qudrətdür Adəmi onda. Sədəf olmuşdur, gönül sözüdür. İndi bəhri qudrətdür Adəmi onda. Dil özü qudrətin oqyanusudur. Yəni dil özü gücdür. Baxın, dil gücdür. Dil gücdür. Güc də dildir. Yəni güc özü də zorun var. Hər nə desən adamlar məcburdular. İndi məsələn Amerikanın bu prezidenti Amerikanın gücündən nə istəyir eləyir də məsələn. O özü bir dildir yəni. Dünya da ona bir eşidir, qulaq asır. Bəhri qudrətdür Adəmi onda. Dil özü bir okyanusdur ki, adam onun içindədir. Dilin içində elə bilin ki, bir gəmini ötürmüsünüz suyun içinə. Adamlar dilin içində üzmə halındadırlar. Sədəf olmuşdur, gönül sözüdür. Sədəf, sədəfin də içində gönül. Can, bu can sədəfdir. Gönül də bunun içindədir. Çox gözəl. Söz hənuz tələffüz dəxi olunmədin, səxun itlaq olunduğu Xacı Hafizün bu beytində zahirdir. Söz deyir ki, o zaman ki, səxun deyəndə, səxun, o sözdür ki, hələ deyilməyibdir, ağızdadır, beyindədir. Söz hənuz tələffüz dəxi olunmədən, səxun itlaq olduğu Xacı Hafizün bu beytində zahirdir. Beyt, زبان کل تو حافظ چه شکران گوید زبان گل تو حافظ چه شکران گوید جوید چه جفته سخنت میبرند دست به دست چه گفته سخنت یعنی deyilmemiş sözler میبرند دست به دست Güfte-i suxanın mənası ki, söz söylənmişi demək olur, dəlalət edər. Bəs burada da söz, indi ehtimalən suxan olacaqdır. Deyir ki, o da deyilmişi. Güfte-i suxanın mənası ki, sözün söylənmişi demək olur, dəlalət edər ki, söz hənuz söylənməmişsə də. İndi burada bir dana şeir bir ayrı adam yazıbdır. Qıraqda. Suxan güfte söyləndikdən sonra sözə dəxi dərlər. Suxan güfte söyləndikdən sonra sözə dəxi dərlər. Suxan-i nagüfte söylənmədən sözə dərlər. Suxan-i nagüfte.
Burada qıraqda da çox gözəl sözlər yazıblar, oxumalıdır. Cöftə və nacöftə sözün sifətidir. Suxan-ı cöftə və suxan-ı nacöftə mütəkəllimin sifətidir. Gözəl. Cöftə və nacöftə sözün sifətidir. Suxan-ı cöftə və suxan-ı nacöftə mütəkəllimin sifətidir. Nəgöftənin əsli nacöftədir. Əlif həzf olmuşdur. Göftarın mənası sözü dizməkdir. Dizmək, düzmək. Göftarın mənası sözü dizməkdir. Nəzm mənasına mürəkkəbdir. Bir cüz'i ardıdır. Ardır gətirici, ardır gətirici mənasına. Göftar deyir ki, mənasına mürəkkəbdir. Bir cüz'i ardır gətirici mənasındadır. Dalısı gələcəkdir. Söz itlaq olunmuş söyləndikdən sonra sözə suxan cüftə derlər. Dəxi söylənmədin saxın nacüftə derlər. Suxan nacüftə derlər. Biz indi Tehran ləhcəsində bunu oxumağa məcbur oxuyaq. Nətəkim bu beytidən zahirdir. Beyt. Bəsi cöftə ənd in məsəl در جهان سخن جفته سیم است ناجفته زر. سخن جفته سیم است ناجفته زر. بیت اولی budur. Be guftar besyar kəm kun şitab. Bunun birinci beyti. Be guftar besyar kəm kun şitab. Çi xamuşi buden به از derdسر. Cöftə və nacöftə sözün sözün əvvəli bir də belə. Be guftar besyar kəm kun şitab. Çi xamuşi buden به از derdسر. Cöftə və nacöftə sözün sifətidir. Burada bu qıraqda xülasə yazmışmış yazıq. Cöftə və nacöftə sözün sifətidir. Amma suxan cöftə və suxan nacöftə mütəkəllim sifətidir. Nətəkim Şeyx Səədinin bu beytində zahirdir. Beyt. تا مرد سخن نجفته باشد عیب و هنرش نهفته باشد. نگفتنین اصلی ناجفته‌دür. Nadil elif naden sözünden sesinden naden elif həzf olmuştur. Təhqiqən əlifin həzfi lisan farsidə şai'dir. Nətəkim məvazi mütəəddidədə misalləri gəlsə gərək. Biiznillah Teala göftarın mənası sözü düzməkdir. İnci dürər gibi, inci düzər gibi. Təsbihə düzürlər ha belə, o cür ya məsələn xanımların boyunbağına inci düzürlər da, mürvarid beləsi, bir-birinin arxasıcan o ipin ya o yaxşı qızılın üstünə ya gümüşün üstünə dəlirlər, düzürlər. Ona deyir ki, dalbadal gəlir. Mənası sözü düzməkdir. İnci düzər gibi ki, ərəb ona nəzm-i kəlam derlər. Detə ki, Firdosinin bu beytindən zahirdir. İndi Firdosidən də burada söz edir. Beyt. به عربی زبان تیز بگشاده به گفتار داد سخن داده گفتار. به عربی یا به عبری bilmirəm bunu. به عرب یا به عبری. به عبری زبان تیز بگشاده به گفتار به گفتار da سخن داده گفتار. Baş tapmadım nə oldu. Kaf
əcəminin zəmməsi ilə kaf ərəbinin fətəsi ilə olacaq mənası sərtiləndir. Nə demək? Güftار, rəftar və didar gibi tərkibi xəfi olan əlfaz mürəkkəbədəndir. Məzkur ləfzün bir cüzləri ardıdır. Ardır ki, gətirici mənasına ismi faildir. Avərdən. Ardır. Ki, gətirici mənasına ismi faildir. Avərdən. Əsli ərəndədir. Ərəndədir. Ya xətm olunmuşdur. Ya xətm olunmuşdur. Tərxim ki, axır kəlmədən bəzi hurufun həsfidir. Lisan farsidə şai'dir. Məvazi-i kəsirədə əmsiləsinə ittila hasil olsa gərəkdir. Biiznillah Teala güftarın mənayı tərkibi söz gətiricidir. Nəzm-i kəlama sözü gətirməyə bais olduğundan ötürü güftar dedilər. Baisi fi'lə fail ismin istiarə edərlər. Hər dildə vaqi və şai'dir. Tərtibi müqtəzai ibarət ari ki, muzafidir. Güftarı haman deyir da, yəni üzərinə ki, muzafidir ileyhidir. Təqdimidir. Məzkur ləfz mənayı am tərkibidə mənayı xas ilmiyə nəql olacaq. Qaide-i tərkib təğyir olunub, muzaf təğyir olundu. Bu təğyirin məzkur nəqlinin cümle-i alayimindəndir. Bir yedir. Dürlü daxil əlamət vardır. Tamam. Çox təxəssüsü bir bəhsdir. Mən bunu daha uzatmayayım. Fars dilinin mən bilmirəm ki, döşkürada oxuyurlar ya yox, inanmıram. Burada kitab o qədər təxəssüsüdür ki, çox təxəssüsü bir kitabdır. Çox təxəssüsü kitabdır. Amma buna görə ki, bundan bir şey baş tapaq, icazələrinizlə mən gedim bir hər 50 səfədən biraz oxuyaq. Görək ki, nə olur. Çünki istəmirəm, biraz da halım xoş deyil. Elə bu qədər yetişər yəni. Həmin becarub kərdی məkun. Burada bir şeir üstdən başlayan pətmən yarımçılıq beyt. Həmin becarub kərdی مکن چشم را از خسته آوردی مکن. هان دخی اول mənada istemal olunur. Nitə ki, Mevlana'yı məzkur bu beytində vaqi'dir beyt. هان یا و حریگی کم کنید. هان یا و حریفی کم کنید. چون که کاو آورد کرده محکم کنید. Başlap buram. Çünkü kav نخست نخستین پیش. نخست اول در آخر مقابله nitekim bu beytdə zahirdir. Beyt çox təxəssüsüdür. Bunlardan geçək. Mən bunun əgər oxusam dil şeyin üstündə oxuyaram. Yəni dil fərziyyəsi üstündə bunu oxuyaram ki, bu kitabı oxusam. Farsı mənə əhəmiyyəti yoxdur. Azdan çoxdan da başarıram onu. Fikirlərim də ki, çox başarıram. Yəni az başarıram deyil. Bəlkə də fars dilində ən güclülərdən hesab oluram. Şikəst nəfslilik də eləməyəcəm. Ya ehtiyac yoxdur ki, nəfəs nəfslilikdə. Vaqiqiyyət budur ki, mən
ruznamenigarlıqda farsı dilində gələn farsların gələn nəsillərinə 50-dən çox taza ülgülər yaratmışam. Yəni ruznamenigarlıqda. Hər qonuda bir tazalıq gətirmişəm fars dilində. Onu özümdə şey eləməyəcəm. Yəni deməyəcəm ki, yox, bilmirəm, yaxşı bilirəm. Amma təəssüflə türk dilində bir dilənçi dürümündə düşmüşəm. Yəni heç zat bilmirəm. Və bu kitabları oxumaqdan da amacım budur ki, biraz türkünü düşünəm. Türkünün anlayışını düşünəm. Əgər mən bu kitabı oxusam, məsələn deyirəm, mən əgər getsəm bir fوق lisans ya doktora oxusam, deyərəm ki, türk dilinin dil fərziyyələri üstündə oxuyaq məsələn. Ki, dil fərziyyələri türk tarixində nələrdən ibarətdir? Dili nə görürmüşlər, necə görürmüşlər? Əcaba dil vəsilə irtibatdır? Dil oqyanusdur ki, insan onun içində şinavərdir ki, gördük burada kitabda ondan danışır. Dil və məsələn bu kitaba mən o açıdan baxaram. O açıdan baxaram ki, bu kitab dil fərziyyəsini necə düşünür? Ki, bir işarə elədi, dil bir bəhridir, dəryadır. Adam onun içində bir şeydir. Gedək 100-cü səhifəyə bir baxaq. Görək ki, burada da tamam. İtlaq olunurlar. Nə məniyə itlaq olunurlar? Xurşid aftab ikisi də mürəkkəbdir. Həm xurşid, həm aftab mürəkkəbdir. Görək nədir? Mürəkkəbdir. İkisi də mürəkkəbdir. Günəşə itlaq olunurlar. Amma hər birisi bir etibar ilə mənayı tərkibiləri bəyan olacaq. Ol etibarları zahirdir. Xurşidün tərkibi zahirdir. Bir cüz'i şiddir, sabiqən mənası bəyan olundu. Qabaqca bu şidin mənasını deyibdi. Mən oxumadığım üçün bilmirəm ki, nədir. Mən də sözüm deyirdim ki, xurşid bir sözdən ibarətdir. Amma indi görürük ki, bir xər var, bir də şid var. Şid var, xərşid. Onundur xurşid. Yazıbdır ki, ol etibarları zahirdir. Xərşidün tərkibi zahirdir. Bir cüz'i şiddir, sabiqən mənası bəyan olundu. Bir cüz'i də xərdir. İhya-i xərədir. Əhya-i xərədir. İnda tərkib ha süqut olmuştur. Xərə sözündən deyir ki, der ində tərkib. Bunlar bir-birinə yapışanda, xər ilə şid bir-birinə yapışanda, xərə ilə şid, xərə və şid bir-birinə yapışanda, indəl xərədir, tamam. İndə tərkib ha saqit olmuşdur. Onun axırındakı he vardı, düşübdür. Xərə lüğəti pəhləviyyə nəvərd nürd hükmətəl işraq şərhində Əlami Şirazi Kiyani Xurə bəyanında Pəhləvi nəvərd hikmətül işraq şərhində bir nəfərdir. Bu hər kəsdir, bilmirəm, addır, nədir? Pəhləviyə nur, yox, o da deyil. Nəvərd yazıbdır. Hikmətül işraq şərhində Əllamə Şirazi Kiyan Xurə bəyanında belə demişdir. Məzkur xədiyə xurdədirlər. Şərh-i məzkurdə əvvəl vəcihlə də məsturudur.
خرشید dəxi əvvəl istemal olunur lisan-ı farsidə. Xurd derler. Kişinin kendisine nitekim xur derler kişinin kendisine nitekim bu beytdə vaqiədir. Türfə ki çün tabişi xurşidi nəhan گشت پر از قطره رخ آسمان. اما خرشیدن چیز olan خور ol mənaya olacaq xərşidkeşinin iki ismində mürəkkəb olmaq lazım gəlir. Bir nəsnə və iki ismini tərkib edib genə ol nəsnəyə ism etmək bədidən xali deyildir. Bu'didən xali deyildir. Amma aftabın tərkibi nə mənə? Burada bir şey yazıbdır. Nə mənə? Fə'dir. Bir cüz'i tabdır. Tab. Taften. Den ismi faildir. Kızdır. Kızdırıcı mənasına. Taften kızdırıcı mənasına. Fa yaya təbdil olmuşdur. F yə çevrilibdir. Olmuşdur. Bir cüz'i də af əsli abdır. Bunda da görürsünüz deyirəm bunu türklər düzəldiblər. Çünki iki kəlmə ki bir-birinə heç ilgisi yoxdur. Onları gətirir, yapışdırır, birinə bir kəlmə düzəldir. Bunu dedim, mənim nəzərimə bunu biz düzəltmişik. Amma bunu qoymayacaqlar bilaq. Çünki bunu bilsaq ağıl gücümüzə, dədələrimizin ağıl gücünə, yaradıcılıq gücümüzə, milli gücümüzə iman gətirər. Amma 1000 dana teori gətirəcəklər, nə bilim Aryahi, nə bilim Hindi, Avropayi deyə şeylər gətirəcəklər, teorilər düzəldəcəklər ta bizim teorilərimiz eşidilməsin, görülməsin. Çünki onda biz ortaya çıxırıq. Hər teorini danışanda o millətin adı ortaya çıxır. Amma o zaman ki sizin adınız yox olur və bir ayrı teorini danışırsınız. Bir dana sual. Nədir olur ki, hər yerdə işğal var, işğal. İşğalçı o işğal olan millətin dilin öz dilinə bənzədibdir. Məsələn, Fransəllər Əlcəzairdə, orada, burada deyiblər, bunlara məsələn dili frankfon nədir? Frankfondur. Yəni Fransa dilinədir. Almanlılar deyiblər, bu məsələn Almancadır. Nə bilim, o birisi, İngilislər də hər yerə gediblər, deyiblər, bunlar Hindi Avropayidir. Yəni nə demək? Yəni bu ki, o işğal olan millətin beynin istir bağlasın ki, sənlə mən dilimiz bir daha, kökümüz birdir. Sən məndən ayrılma. Amma əgər bizim dilimiz şey olsa ki, yəni deyilsə ki, məsələn, Fars dili yaradıcı türklərdir və bunlar onları idarə eləmək üçün ki, orada Fars dili yox imiş, gediblər, neçə kəlməni hər dildən götürüblər, yapışdırıblar bir-birinə, ordudur. Yəni, zərurətdə danışır da, məsələn, mən bir dana Çinli qoca xanımla danışırdım. Calib budur ki, bu xanım bir kəlmə İngilisi bilmirdi. Bir kəlmə. Hətta helonu belə bilmirdi. Çox qoca idi. Amma calibdir. Əl hərəkatı ilə və səslərlə başa salırdı ki, nə istəyirəm. Bunu yeyirsən, onu yeyirsən. Qonaq getmişdik o evə. Bunu yeyirsən, onu yeyirsən. Bu, məsələn, dadlıdır. O şey. Yəni, mən bunu o xanımın səsindən və o şeyindən düşünürdüm. Bundan belə ki, xanım bir savadlı da bir adam deyildi. Və siyasi düşüncəsi də yox idi. İndi bir dana Fatih ordu, Fatihdir, gedibdi o torpaqları alıbdır və orada istir bunlarla danışa, onların dilini bilmir.
Onlar da bunun dilini bilmirlər. O torpaqlarda da dil sayı çox-çoxdur. Yəni bu kənddə bir dil var, o kənddə 10 dil var, o birisi kənddə 20 dil var. Hansısı ilə danışacaq? Gəlir bu əvvəl özünün dilindən, sonra da bildiyi dillərdən, bunların da dillərindən bir şeylər qatır, bir-birinə düzəldir. Bunu məsələn Tehranda görə bilərsiniz. Tehranda bir dil var, zərgəri deyirlər. Yəni məsələn adamlar düzəldirlər bunu. Hər kəsin özü bir məsələn mənim bir yaxın familiyam var. O məsələn bu dili uşaqları ilə danışar. Yəni farsla danışanda bir dənə farsla fars bilməsin nə deyirik. O türkü danışmazdı əlbəttə, deyim. Farsı danışardı. O farsı danışanda o zərgəri ilə danışar ki, o baş tapmasın. Hətta istərdi məsələn mən baş tapmayam. Ya türkü də danışmır indi, ya uşaqla indi mənim yanımda türkü də danışmır. Yəni istəmir ki, mən məsələn biləm nə deyəcəkdi, türkü ya farsı, çünki mən bunları bilirəm. O dil ilə danışırdı. Mən də baş tapmırdım ki, indi mənə tohin elirlər, mənə xoş deyirlər, əslən mənə görə danışırlar, ya nəyə görə danışırlar? Bu da o insanın, budur ki, sözləri bir-birinə qatışdırıb onlardan bir dil çıxardır. Bu da insanın gücüdür. Amma bizə qoymazlar bunları. Kitablarda oxuyaq və bunlar bizdə dərs deyilsin. Çünki bunları desək, onda bu işğalgərlərin işğallığı bəlli olar. İndiki İslam dünyası, Türk dünyası və Şərq dövlətləri, Afrika millətləri, Şərq və Asiya və Afrika millətləri və dövlətləri işğal altındadır. Beyinsəl olaraq işğal altında, ağılları işğal altında. Onlar onda aylarlar. Belə deyil, elədir. Amma xərşidən çiz olan xor olur. Mənaya olacaq xərşid kişinin iki ismindən mürəkkəbdir. Mürəkkəb olmaq lazım gəlir. Bir nəsnə və iki ismini tərkib edib yenə ol nəsnəyə ism etmək bödüdən xali deyildir. Amma aftabın tərkibi xəq ehtimalen beləsi olacaqdır. Mən bunu başqa bir şey oxuyam. Xəqdir. Bir cüz'i tabdır. Taftəndən ismi faildir. Qızdırıcı mənasına. Fa yaya təbdil olunmuşdur. Bir cüz'idə af əsli abıdır. Bunda da faya təbdil olmuşdur. Ol təbdil lisan-ı farsidə şayidir. Mesela Pəhləvidə dərlər, Fəhnəvidə verirlər. Ya dirirlər. Fəhnəvidə dirirlər. Pəhləviyə deyir ki, Fəhnəvidə dərlər. Aftabın mənayı tərkibi su qızdırıcıdır. Mən bunu bilmirdim. Aftabın mənayı tərkibi su qızdırıcıdır. Suya rədd bitəb. Su baridi bitəbdir. Barid yəni soyuq. Su baridi bitəbdir. Qızısı, qızmağı yəni. Qızısı arizdir. Hava öyle değildir. Anın təbiəti hardır. Hava istidir, təbiəti istidir. Su qılğı su qılğıya ziddir. Beləsi bir şey oxunur. Ol səbəbdən sunun qızməsi güneşe nisbət olundu. Havanın olmadı. Havaya yəni olmadı. Aftabın geçtiği itilağı gene tamam bunlardan geçək. Yəni gedək 150-ci səhifədən. Oradan da bir zərrə oxuyaq. Türkü oxumağım burada indi falan oxuyaq görək şu kitablar. Türküdülər. İstəmirik bunun şeyini oxuyaq. Şeklu san derler nitekim bu beytdə vaqidir. Nə mən şeklu san derler? Beyt. Hər an kəs senin است آیین و سان مرا و را مرعو را بود این جهان.
آیین جهان. کنون جمع اسباب راهش خوان، بو بن آشنایی پایین و سان. هیئت معناسنده معناسنده هیئت معناسنده məcaz asan istemal olunur. Şekl ve heyət deyəcəkdir yerdə. Şekl و san derler. Nitekim bu beytde vakidir. Beyt. Çuyi şefak است şekl و sanش از برده شام تلیسانش. San təşbih məqamındadır. Məqamında istemal olunur. Nitekim bu beytlərdə vaqidir. Beyt. Aql kül ra besan bam şinas. Aql kül ra besan bam şinas. Nردبان پایی هوا بام هواست. نردبان پایی هوا بام هواست. قلمسان سرنهش bir خط تسلیم. نه demek. قلمسان سرنهش بر خط تسلیم بشوی از خاطر او نقطه بیم. عبارت آینده ده عجم تصوع eder. Mesela yarak yasak diyecek yerde belki ayin der. Nitekim belki ayin der. Nitekim bu beytdə vaqidir. Tamam. Çox təxəssüsü bir kitabdır. Buradan gedək 200-cü səhifəyə də bir baş vuraq. Ki bəllidir da bunu da. Saxt o dərəş rəft. Saxt möhkəmdir. Müqabili süstüdür ki mənayı çəkşəkdir. Suxanın tərkibi bir bərkidir. Tərkibi bərkidir. Birin yüzlü deyəcək yerdə əcəm saxt ru deyər. Yüzlü diyecek yerde, birisi yüzlü diyecek yerde əcəm saxt ru der. Yer gəlinə qatlıq lazım olduğunda yer gəlinə qatlıq lazım olduğunda ötürü məcazən qatiyə saxt derlər. Qatıya saxt derlər. Qatı, əlbəttə burada adam türkçəni də öyrəşir ha. Yəni indi məsələn qatını biz neçə qatı oxumuşduq. Demişdik ki şeydir. Burada onu da öyrəşirik. Məcazən qatıya saxt derlər. Qatı kəkşin deyəcək yerdə Çəkşək nə deməkdir bilmirəm ki. Deyəcək yerdə saxt sosdur dərlər. Nətə ki bu beytdə zahirdir. Tamam. Bunlardan da keçək. Kitabın son səhifəsinə oxumuşduq, amma bir də biraz arxadan oxuyaq. Görək ki. چو برزد سر از جنگ هنوز جهان گشت روشن بسان بنوز. İsmin 2 cüzündə istimali istifadə təriqi ilədir. Qaclərini beytidə yırtıcı quş der nağına, dırnağına, yırtıcı quşdu dırnağına. Vəhdətdə dən təşbih etmişlərdir. Təşbih saniden qərəz dırnaq şiddəti yoğduğuna tənbihdir. Xərçəngidə xarpuşt gibidir. Xərçəngidə xarpuşt gibidir. Amma istiarə onun ancaq bir cüzündədir. Zindagi zindigani. Zində dəri mənasına. Dəri, zində dəri, pust. Dəri mənasınadır. Nitekim
Ömər Xəyyamın bu rübaində zahirdir beyd. در پای ecel çun mən sərəfkəndə şəvəm. در پای ecel çun mən sərəfkəndə şəvəm və az dəst qəməş zibix bərkəndə şəvəm. Zindənin müqabili mürdədir ki, mənası olur oldur. Məsası uludur, ölü. Mənası ölüdür. Nitə ki, bu rübaidən zahirdir beyd. Çu murdə şəvəm xaki mərا kəm sazید. خاک تن من پیاده آغشته کنید یا بیاده آغشته کنید و از کالبد خشت سر خم سازید و از کالبدم خشت سر خم سازید زندگیdir. Tamam. Oxuya bilmirəm. Yəni oxuya bilərəm deyim şeydir. Biz bir təxəssüsi kitabla üzbəyizik dil haqqında və sonra farsı dilinin qanun qaydaları haqqında türkcə yazılmış bir kitabdır. Və bu kitabda əslində mən baxsam bu kitaba türkü gözü ilə baxaram ki, bu kitab türkünü nə cürdür görür, hansı anlamları danışır. Çünki mühüm anlamları bu kitabda danışır və onların türkcəsini də qoyur ortaya danışır. Onun üçün qanun qaydaları 3 dilin qaydasını, yəni ərəb, türkcə, farsca və ərəb dilində anlamlar, türk dilində anlamlar, fars dilində anlamlar. Özəlliklə fars dilində çünki yığıntı bir dildir, yəni topluluqdur da bu dil özü bir müstəqil dil deyil. Müstəqil dil İngilisiyə tabii ki, İngilisi müstəqil dil deyil, yığıntı bir dildir. Fars dili də yığıntı dil olduğu üçün onun açıqlayanda türk dili ilə açıqlayır. Hər halda çox gözəl bir kitabla tanış olduq. Çox Allaha şükür olsun ki, bu günləri dilşünaslıq və dilçilik teorisində bir türk kitabı ilə tanış olduq ki, ən azından bu kitab Harvard Universitetində ya bilim yurdunda saxlanır və ən azından biz bildik ki, bunu çevirək də, əgər eləyə bilsək, bunu çevirsək. ...1468-i miladini hicri qəməri ilinə çevir. Görək nə deyir buna? Hangi il yazılıb? Çünki burada bir tarix özü yazıb ki, 1159 hicridə Hüseyn Tabi Raqimə Əqdəmə verilib bu kitab. 1468 miladi 873 hicri qəməri olar. Calibdir. 873 qəməri olar. Yəni indi bunu burada biz hesab elərik. Deyərik ki 1468-1468-dən çıxsaq, yox, üzr istəyirəm, iştibah elədim məsələn. 1447-dən, çünki indi o ildə yox da, 1447-ci ildə yox, 873-ü çıxsaq, 873-ü çıxsaq, bu kitab 853 il öncə yazılıbdır. Yəni bu kitab 852 il öncə yazılıb. Tamam. Bir dənə kitabla tanış olduq ki, 852 il öncə türk dilində dil haqqında yazılıbdır. Dilçilik məsələsini ortaya qoyubdur. Dilçilik məsələsini ortaya qoyubdur. Çox gözəl bir kitabdır. 200 səhifəsində yazaq bunu ki, bilək ki, neçə səhifədir, onu da yadımızdan çıxartmayaq. 200
21 səhifədən ibarətdir. Tamam. Mən çox sevindim. Allaha şükür olsun ki, bu günləri belə bir kitabla tanış olduq. Sağ olun, sağ qalın. Görüşmək üzrə. Hələlik.